Salam əziz şagirdlər. Gəlin bu məsələnin birlikdə həllinə baxaq. Deməli, sinifdəki qız şagirdlərin sayını x, oğlan şagirdlərin sayını y ilə işarə edirəm. Qızların sayını 30% artırdıqda bu olur 1,3x və oğlanların sayından 2 nəfər az deyil. Yəni y çıxılsın 2. Buradan y-i tapası olsam, y-in 1,3x üstəgəl 2-yə bərabərdir. Digər tərəfdən qızların sayını 50% azaltdıqda deyir, yəni 0,5x, oğlanların sayının 1/3-nə bərabər olar. 1/3 y. Çarpaz vursaq, y-i 1,5x taparıq. Y-lərin qiymətlərini bərabərləşdirirəm. Daha sonra burada 1,5-dən 1,3x-i çıxıram. 0,2x 2-yə bərabərdir, x-imiz isə 10. Deməli, sinifdəki qız şagirdlərimizin sayı 10-dur. Oğlanların sayını tapmaq üçün 1,5-i 10-a vururam, olur 15. Ümumi sinifimizin sayı isə 10 üstəgəl 15, yəni 25-ə bərabərdir. Bu qədər. İzləmədə